piyada infrastrukturu ilə bağlı müəyyən layihələr qeyd olundu. Amma küçə boyu piyada səkilərinin abadlaşdırılması, qısa keçidlərin təmini ilə bağlı məsələ açıq qaldı mən bilənə. Belə başa düşdüm ki, dairəvi 2 yolu, Böyükşor yolunun şimal hissəsini keçəcək, sonra Böyükşor yolunun üstündən keçəcək, cənub tərəfə belə gedəcək də, belə başlayır. Bir də zəhmət olmasa, bu Ziyavunedo prospektinin dairə yolunun əlaqələndirilməsi, məsələn, indiki vəziyyətdə o təxminən hardan olacaq? Deməli, bizdə yalnız ümumi təyinatlı nəqliyyat vasitələri var. Axı nəqliyyat vasitələri çoxdur. İdarə tabelçiliyində sahibkarlara məxsus şəxsi avtomobillər, onlar çox maneçilik törədir ümumi təyinatlı nəqliyyat vasitəsinin idarə olunmasına. O necə burada nəzərə alınır? 28 may stansiyası təmirə bağlananda bu sərnişinlərin daşınması məsələsi daim müzakirə mövzusudur və tez-tezdə jurnalistlər sual verir ki, o sərnişinlər Nizami stansiyasına necə çatdırılacaq, şatıllar və s. nə olacaqsa onu bilmək istəyirdik və dövlət proqramında təbii ki, əsas vacib məsələlərdən biri yaşıl zonaların yaradılmasıdır. Ayna digər aidiyyatı qurumlarla birlikdə nələri müzakirə edib, harada olacaq bu yaşıl zonalar. Qanuni parklanma yerlərində qanunsuz olaraq vəsaitlərin yığılması, bu bilirsiniz ki, dəyişikliklər gedərkən orada İnzibati Xətalar Məcəlləsində də bundan bağlı dəyişikliklər oldu. Bunun kifayət qədər böyük cəriməsi var, bu vəsaitin toplanması ilə bağlı istənilən şəxs tərəfindən. Bunu biz ilk günlərdən də qeyd etmişik ki, istənilən halda harada olmasından asılı olunur, nağd vəsaitin parklanma üçün yığılması artıq bu onun siqnalıdır ki, bu qanunsuz fəaliyyət göstərir. Yeni dövrlərdə bunu Azparking tərəfindən olmasını və səhv bir algılama var idi əhali tərəfindən, ancaq bu belə deyil. Mən bildiyim qədərilə də Daxili İşlər Nazirliyi tərəfindən də bununla bağlı kifayət qədər ciddi mübarizə aparılır. Bəzi hallarda qanun imkan verir ki, hətta onlara müvəqqəti həbslə cəzalar da verilir, cərimələr də olur. Burada ən sadə yol yenə də maarifləndirmədən keçir. Bütün hamımız o insan ki, bundan narazıdır, sadəcə ödəməz. Və yaxud da ki, bu bir adım da önə gedib, müvafiq xidmət var, ora qaynar xəttə müraciət edib, belə qanunsuz bir fəaliyyət barəsində məlumat da verə bilər. E-taksi sistemi artıq var, yəni biz taksilərin faktiki olaraq, əgər siz sifariş verdiyiniz taksinin həmən taksi gəldiyi halda, həmən taksiyə oturursa, biz həmən səfəri artıq görürük. Yəni, biz sizin adınızla axtarış verə bilmirik, amma siz bizə müraciət edəndə biz həmən səfəri çıxarıb, həmən sürücünü çox tez müəyyən edə bilirik. Skuterlərlə də bağlı yeni proqram hazırlanır, qısa müddətdə biz onu bitirəcəyik, e-skuter. Bu hallarda biz bütün səfərləri, yenə də adla biz axtara bilməyəcəyik, amma bütün səfərləri biz görə biləcəyik. O halda daha effektiv bir tədbirlər görə biləcəyik. Bu mərhələdə isə biz operatorları faktiki olaraq gecə vaxtlarında və axşamdan başlayıb səhərə qədər skuterlərin və velosipedlərin yığılaraq geri qaytarılmasını istiqamətli işlər görürük ki, bunu da düşünürəm ki, tam olmasa da müəyyən qədər nail ola bilir. Qəbələ istiqaməti də bu həftə sonlarıdır, bəli, onun konkret qrafiki var. Bu, bayaq Rəhman müəllim dedi, belə deyək, simulyasiyalar və ehtiyaclara görə həftə sonlarıdır. Amma yeni açılmış Gəncə, Qəbələ, hansı ki, gündəlik fəaliyyətdədir. O, əslində, Bakı-Qazax istiqamətində gedən reysdən Ləki və yaxud Yevlaxda keçid edib gündəlik də Qəbələyə getmək, belə deyək, imkanı var. İndi bildiyimiz kimi, beynəlxalq təcrübədə reyslər tam birbaşa olmaya da bilər. Bunlar müxtəlif keçidlərlə də olar ki, biz ona doğru gedirik.